Control panel qovluğunun Appearance and Personalization kateqoriyası ilə tənzimləmək mümkündür. Effektli valideyn nəzarətinin yaradılması. Bunu Control panel qovluğunun daxilində User Accounts bölümündən tənzimləmək olar. Bu, Appearance and Personalizations'dan olmur. Şriflərin idarə olunması, bəli, bunu Appearance and Personalization kateqoriyasından Fonts bölümündən tənzimləyə bilərik. Driverlərin yenilənməsi, driverlərin yenilənməsini biz Control paneldən Hardware and Sound kateqoriyasından tənzimləyə bilərik. Sistemə giriş parolunun dəyişdirilməsi. Bunu da eyni şəkildə User Accounts bölümündən edə bilərik. Enerjiyə qənaət parametrlərinin sazlanması. Bunu həm biz System and Security bölümünün Power Options hissəsindən, həm də Hardware and Sound kateqoriyasının da yenə də Power Options sahəsindən tənzimləyə bilərik. Bizə sualda Appearance and Personalization kateqoriyası ilə hansını tənzimləmə mümkündür soruşur. Doğru cavab olacaq şriflərin idarə olunması.